Salam kanal izləyiciləri, bu günlərim sizinlə 8-ci sinif ədəbiyyat dərsliyindən Qurbanəli bəy hekayəsinə aid olan növbəti tapşırığı işləyirik. Bütün tapşırıqları işləmişik, öncəki videoda var. Bu tapşırıq 108-ci səhifədə araşdırın, fikirləşin, cavab verin başlığı altında verilən sualları deməli buradan cavablandıracaq sizlə bir yerdə. Dəftəriniz, qələminiz qarşınızda olsun. Və ilk öncə sizdən xahiş eləyəcəm ki, kanala abunə olmayanlar kanala abunə olun. Dərslərimiz daimi gəlir, davamlı gəlir. İstədiyiniz hər bir tapşırığı, ədəbiyyata aid olan hər bir dərsi burada tapa bilərsiniz. Və deməli paylaşın ki, əhatə dairəmiz böyüsün. Təbii ki, videonu bəyənirsinizsə bəyənməyi yaddan çıxartmayın. Fikirləriniz də mənim üçün maraqlı olduğu üçün deməli fikirlərinizi də gözləyirəm. Aşağıda yaza bilərsiniz fikirlərinizi də. Başlayaq. Deməli, hekayədə diqqətinizi daha çox nə cəlb eləyir? Bu suallara cavab verməmişdən əvvəl bu 3-cü dərsə aiddir deyə. Baxın, bu hissəni oxuyursunuz. Burada yəni hekayəyə aid olan hadisələrin necə ardıcıl verilməsi, Qurbanəli bəyin düşdüyü vəziyyətin səbəbləri, yəni sujet xəttinin olub-olmamasını, sonra burada yəni kompozisiya, onlar haqqında hər bir şey verilib. Yəni bu mətni oxuyun ki, sualları işləməkdə daha asanlıqla işləyə biləsiniz. Yadınızda qalsın ki, dedik ki, burada yəni Qurbanəli bəyin düşdüyü vəziyyət qonaqlar tərəfindən kinayə ilə qarşılanır. Görürsünüz, burada da sizə yəni kinayənin nə olduğunu açıqlayıb da. Kinayə bilirik ki, deməli, kinayə istehza ilə kiminsə sənə baxıb o gülüşü, istehzalı gülüşü. Yəni burada da Qurbanəli bəyin danışığı, davranışı ilə özünü rüsvay eləyir. Hamı tərəfindən deməli boşboğaz biri kimi, yüngül təbiətli adam kimi tanınan Qurbanəli bəyi deməli bu sözlə təqdim edən yazıçının niyyəti onun həqiqi simasını açmaq imiş, və bu da ədəbiyyatımızda təbii ki, ədəbiyyatşünaslıqda kinayə adlanır. İstehza ilə baxıb ona gülürdülər, yadınızda qalsın. Yəni onun qeyri-səmimiliyinə qonaqlar qeyri-səmimi olduğuna inanırdılar, onun səmimi olduğuna inanmırdılar. Başlayırıq ikinci sualdan. Hekayədə diqqətinizi daha çox cəlb edən nə oldu? Təbii ki, hekayədə diqqətimizi daha çox cəlb eləyən nə ola bilər? Qurbanəli bəyin davranışları oldu. Onun yaltaqlığı, yerli yersiz deməli danışığı, məclisdə hər kəsi deməli öz davranışları ilə əyləndirməyi deməli bizi daha çox özünə cəlb eləyir. Səbəbini necə izah eləyərik? Çünki müəllif onun davranışlarını həddindən artıq qabarıq şəkildə çatdırıb ki, o da deməli o davranışlar da təbii ki bizi özünə cəlb etməyi bacarıb da. Qurbanəli bəyin xarakterindəki 3-cü suala baxırıq. Qurbanəli bəyin xarakterindəki başlıca cəhətlər hansılardır? Hansılardır? Bilirik ki, başlıca cəhət nə idi? Yaltaqlıq idi. İlk növbədə necə idi? Yaltaqlıq. Sonra deməli ikiyüzlülük. Daha sonra riyakar idi, simasız idi, vulqar sözlərdən istifadə eləyirdi, yəni kavud sözlərdən istifadə eləyirdi, vulqarizmdən istifadə eləyirdi. Deyir, onun nitqində, davranış və əməlində əsaslanmaqla fikrinizi əsaslandırın. Baxın, o deməli Pristavın xanımına nə deyir? Deyir ki, Pristavın xanımına ki, qurban olaram sənə, canım qurban olsun sizə. Sonra yəni onlar yuxarı təbəqə ilə necə danışır? Yuxarı təbəqə ilə canlı qurban eləyir, onlara nə istəsəniz eləyərəm sizin üçün. Yəni öl desəniz ölərəm. Onlarla o şəkildə danışır da, düzdür. Amma bu öz nökərləri ilə, öz Qapadlı kəndi ilə, Əlidir, Gülpəridir, onun yəni
qapısında işləyən insanlar da onun qaravaşlarıdır, nökərləridir. Onlarla necə danışır? Sonra Kəblə Qasım da onlara isə kobud danışır. Bu xəncəri soxaram qarnına. Hətta öz xanımı ilə belə o kobud şəkildə deməli danışır. Və onun danışıqlarında vulqarizmlər var. Sonra necə deyir? Deyir ki, bu xəncəri soxaram qarnına. Bunun özü bir vulqarizmdir. Sonra deyir, qurumsaq, özünə də hətta qurumsaq deyir. Atını nümayiş etdirəndə naçalnikə. Sonra Kəblə Qasıma şərab içmə hissəsi ki var. O hissədə görürsünüz. Orada da deyir ki, bir qeyrətdir. Kəblə Qasım deyir, lap bir qeyrətdir. Qurumsaq deyə ona bir müraciət eləyir. Sonra atını göstərəndə deyir, atım sizə peşkeşdir deyir. Bu kimi sözlərdən istifadə edir. Yəni bu onun nitqindədir. Deməli nitqində həm kobud sözlər var, həm yaltaqlıq xan nədir? Estağfurullah, pristavın, naçalnikin deməli xanımlarına, onların xanımlarına yaltaqlıqlar var. İkiyüzlü sifəti var. Onların yanında bir cür olur. Öz nökərlərinin yanında digər bir sifətdə olur. Təhqir eləyir onları. Deməli, ikiyüzlülük onun nitqində var və nitqində davranışında olan bu fikirləri qeyd edə bilərsiniz. Sonra deməli, vulqar sözlərdən dedik istifadə eləyir. Yəni, qurumsaqdır, bir qeyrətdir, bu kimi sözlərdən istifadə eləyir. Qonaqlıqda iştirak edənlər, 3-cü suala baxırıq. Deyir ki, qonaqlıqda iştirak edənlər, çar məmurları və onların xanımları Qurbanəli bəy necə münasibət bəsləyirlər? Sizcə yazıcı onu necə münasibət bəsləyir? Fikrinizi nümunələrlə əsaslandırın, müvafiq cəhətdən istifadə edin. Təbii ki, qonaqlıqda iştirak edənlər, çar məmurları, xanımlar ona istehza ilə baxırdılar, ona kinayə ilə, kinayəli yanaşırdılar. Yəni, onun davranışlarından onlar əylənirdilər. Onun qeyri-səmimi olduğuna inanırdılar. Bilirdilər ki, o qeyri-səmimidir. Yəni, danışdıqlarının yarısı yalandır. Sizcə yazıcı ona necə münasibət bəsləyib? Yazıcı Qurbanəli bəyə təbii ki, tənqid eləyir. Yazıcı da Qurbanəli bəyə qarşı, yazıcının Qurbanəli bəyə qarşı tənqid hissi var və tənqid edərkən də nə onun kimliyi, nə də ailəsi, nə nökərləri haqqında deməli, nökərləri haqqında göstərir, məlumat verir. Sadəcə o Qurbanəli bəyin özünü tənqid eləyir. Özünü tənqid eləyir. Orada onun milli kimliyini, şəxsiyyət hissini itirmiş bir insan kimi verib onu ki, o müəllif onu o şəkildə veribdir. Milli kimliyini, şəxsiyyət hissini itirmiş bir insan kimi veribdir. Və deyir, fikirlərinizi nümunələrlə əsaslandırın. Yenə deyirəm, onun xanıma yaltaqlanması, hətta pristavın iti ilə belə onun diyalog olmasın ki, maladet sabak, afərin deyir it orada, o itə belə varlının itidir deyə belə ona itə belə yaltaqlıq göstərir. Onlar orada verilmişdir. Bu hissələri nümunə göstərə bilərsiniz. Daha sonra keçirik 5-ci suala. 5-ci sualımıza. 5-ci sualda nə deyir? Deyir, ayrı-ayrı epizodları, səhnələri, yəni qonaqlığa hazırlıq, yemək stolu, kəndlərin yallı getməsi və s. əhatəli təsvir etməkdə yazıcının məqsədi sizcə nədir? Bütün bunları əhatəli təsvir etməkdə yazıcının məqsədi sizcə nədir? Yazıcının məqsədi Qapazlı kəndində yaşayan insanların həqiqətən də Qapazaltı olduğunu göstərməkdir ki, o kəndin adı təsadüfdən Qapazlı kəndi seçilməyibdir. Müəllif onu təsadüfdən Qapazlı kəndi qoymayıb. Həqiqətən, yəni o bilərəkdən müəllif bunu Qapazlı kəndi adlandırıb ki, yəni bu insanlar məcbur olunurlar yallı getməyə. Bu insanlar məcbur olunurlar işlərini, güclərini atıb həmən günü pristavın qapısında hambal kimi işləməyə, qonaqları qarşılamağa, yemək stolu düzəltməyə. Yəni bunlar həqiqətən də Qapazaltı yaşadıqlarını nümayiş etdirmək üçün müəllif deməli, müəllifin əsas məqsədi bu idi. Onları həqiqətən də mülkədarın əlinin altında Qapazaltı olduğunu çatdırmaq idi. Məqsədi bu idi. Sonra 6-cı suala baxırıq. 6-cı sual. Hekayə hansı bədii xüsusiyyətlərinə görə deyir, diqqətinizi
cəlb etdi? Hekayə hansı bədii xüsusiyyətlərinə görə diqqətinizi cəlb edir? Fikrinizi əsaslandırarkən süjet və kompozisiya özəlliyinə diqqət yetirməyidir, unutmayın. Deməli, əsərdə təbii ki, Qurbanəli bəyin gülünc vəziyyətə düşdüyü hal, deməli, satirik bir haldır. Buradan deməli bu vəziyyətdən, bu əsərdəki əhvalatlardır, sonra hadisələrdir, bir-biri ilə necədir, sıx bağlıdır. Çünki əsər bir xətti şəkildə, bir xətt ətrafında birləşir və bu əsərin sujetini göstərir ki, əsər bir sujet nədir? Yəni hadisələrin ardı-ardıcıllığı ilə verilməsi əsərin sujetini göstərir. Onun yəni deməli kompozisiya özəlliyinə müəllif diqqət eləyibdi. Hadisələr bir-birini tamamlayır və bir xətt ətrafında birləşir. Yəni burada müəyyən ardıcıllıqla düzülən əhvalatlar verilibdir. Qurbanəli bəyin məclisə gəlməsi, daha sonra onun orada davranışları və onun sonda gülünc bir vəziyyətə düşməsi və əsərin gözlənilməz sonluqla bitməsidir ki, gözlənilməz sonluqla bitməsi də nə adlanır? Təbii ki, novella adlanır. Yadınızdan çıxmasın, novella. Və süjet və kompozisiyaya bu şəkildə əsaslanıbdır. Daha sonra baxırıq 7-ci suala. 7-ci sualda bizdən nə istəyir? Deyir ki, lirik növə aid bir nümunə ilə müqayisə etməklə əsərin epik növdə olduğunu əsaslandırın. Deməli, bunu necə eləyə bilərik? Baxın, bu şəkildə cədvəl çəkə bilərsiniz, dəftərinizdə bir sxem çəkə bilərsiniz. Buradan lirik növə aid yaza bilərsiniz. Buradan da epik növə aid və lirik növə aid olan əsərinə götürəyin. Götürəyin Səməd Vurğunun deməli, Azərbaycan şeirini. Buradan da Qurbanəli bəy Cəlil Məmmədquluzadənin Qurbanəli bəy hekayəsini götürəyim və bunların lirik və epik növə aid olduğunu cədvəl əsasında qeyd eləyəcəyik. Deməli, bu yerdən yazacaq. Baxın, bu hissədən yazacaqlarımız nə olacaq? Bu şəkildə xət çəkirsiniz, yazırsınız ki, lirik növ, sonra xət çəkirsiniz, bir-bir yazırsınız bu şəkildə. Deməli, lirik növdə Səməd Vurğunun Azərbaycan şeiri ilə Qurbanəli bəy Cəlil Məmmədquluzadənin Qurbanəli bəy əsərini deməli, müqayisə eləyəyin. Deyə bilərik ki, bu hissədə lirik növdə deyirik ki, əsər lirik növdədir. Yəni, lirik növdə verilən əsərdə nə olur? Subyektiv hisslər, duyğular, düşüncələr ifadə olunubdur. Subyektiv hisslər, duyğular, düşüncələr ifadə olunur. Emosional hiss sözünü göstərir lirik növdə. Sujet, obrazlar lirik növdə olmur, yoxdur. Yalnız müəllifin düşüncələri və hissləri oxucuya çatdırılır. Baxın, lirik növdə yalnız müəllifin düşüncələri, hissləri oxucuya çatdırılır. Obrazlar, sujet xətti olmur. Amma epik növdə nə olur? Epik növdə olan əsər nəsrlə yazılır. Sujet bura nəzmlə yazılır. Bunu da lirik növdə qeyd edirsiniz. Nəzmlə yazılır. Epik növdə olan əsər nəsrlə yazılır. Sujet xətti var, obrazlar var təbii ki. Müəyyən bir hadisənin baş verməsindən danışılır, inkişafından danışılır. Hadisələrin ardıcıllığı, oxşarlığı, sonra xarakterlərin təsviri verilir. Daha sonra hadisələr müəyyən sujet xətti üzrə inkişaf edir. Hansı növdə? Epik növdə. Bu şəkildə qeyd eləyə bilərsiniz. Səməd Vurğunun Azərbaycan və deməli Cəlil Məmmədquluzadənin Qurbanəli bəy hekayəsinin müqayisəsinin lirik və epik növdə olduğuna əsaslandırdıq bu şəkildə. Əsərdəki başlıca fikir istəyir bizdən. Növbəti sualımız 8-ci sualda bizdən əsərdəki başlıca fikri istəyir. Əsərdəki başlıca fikir, ideya nədir? Təbii ki, deməli deyə bilərik ki, milli kimlik, ideya milli kimlik və şəxsiyyətin itirmiş şəxsiyyətini itirmiş insanların
gülünç vəziyyəti. Deməli, əsərdəki başlıca fikir, sujet sizcə nədir? Təbii ki, milli kimlik və şəxsiyyətini itirmiş insanların gülünç vəziyyəti. Yəni artıq onlar öz şəxsiyyətlərini, öz mənliyini, öz kimliyini itirmiş insanlardır. Daha sonra baxaq növbəti tapşırığa. Növbəti tapşırıq nədir? Deyir, evdə iş verib bizə burada. Mövzulardan birini seçib deyir, işləyin. Nə verir? Hekayənin yazıldığı dövrlə bağlı məndə hansı təəssürat yarandı mövzusunda bir inşa istəyir bizdən. Bir inşa yazmalıyıq. Hekayənin yazıldığı dövrü yadınıza salın. Cəlil Məmmədquluzadə 18-ci əsrin sonu 19-cu əsrin əvvəllərində yaşayıbdı. Yəni demək olar ki, bu dövrdə yazılan bir hekayənin bugün üçün bizdə yaratdığı təəssüratı verməliyik. Deməli, hekayənin yazıldığı dövrlə bağlı məndə hansı təəssüratlar yarandı? İnşa. Necə verərik bunu? Verə bilərik ki, Cəlil Məmmədquluzadənin Qurbanəli bəy hekayəsi yazıldığı dövrdəki cəmiyyətin vəziyyətini əks etdirir. O dövrdə yazıldığı dövrdəki cəmiyyətin vəziyyətini əks etdirir. Rusların hakimiyyət başında olması açıq-aşkar burada verilibdir. Görürsünüz, bütün qonaqlar Rus idi. Açıq-aşkar verilibdir. Qurbanəli bəyin kimi mülkədarlar da belələrinə yaltaqlanırlar. Yaşadığı kəndin cəmaatını deməli barmağında oynadır həmən mülkədar, məsələn Qurbanəli bəy və o kəndin cəmaatını demək olar ki, Ruslara qurban eləyir. Onları məcbur edir ki, milliyyətcə qeyrisi olanların qarşısında yallı getsinlər. Daha sonra boşboğaz bir obraz olan Qurbanəli bəyin məndə zamanənin mülkədarlarına qarşı təbii ki, nifrət hissi oyadır. O dövrdə əgər mülkədarlar belə idilərsə, təbii ki, Qurbanəli bəyə qarşı, zamanənin mülkədarlarına qarşı məndə bir nifrət hissi oyatdı. Ailəsinin xanımına hörmət qoymağı bacarmayan biri digər Rus millətinin qadınlarına yaltaqlanır, sonra deməli rumkaya vurur onlarla, canım sənə qurban olsun deyir. Təbii ki, əsərdəki təəssüratım Qurbanəli bəy kimilərə deməli, yalnız Qurbanəli bəy kimilərə deməli, yalnız və yalnız nifrət ola bilər. Odur ki, təəssüratım nifrət dolu təəssüratım var burada bu dövrdə yazılan və Qurbanəli bəy kimi mülkədarlara nifrət dolu bir təəssüratım var. Amma o dövrlə yazıldı, dövrü götürəndə təbii ki, dövrdə mülkədarlar gördüm ki, mülkədarlar insanları öz təsiri altında saxlayırlar. Onlar, yəni bu təəssürat məndə yarandı ki, insanların özlərinin öz gördükləri işləri belə öz ixtiyarları olmur ki, özləri gedib öz çöl işlərini belə görsünlər. Deməli, mülkədar nə əmr eləyirsə odur, yoxdursa yemə. Yəni, bu gün qazanmayacaqsan, yeməyəcəksən. Onun qonağı gəlirsən, ona qulluq eləməlisən. Məndə yaranan təəssürat budur ki, sən ac qala bilərsən, amma onun qonağını, mülkədarın qonağını mütləq əyləndirməlisən, mütləq onun üçün deməli, işləməlisən. Bu şəkildə təəssüratım budur. Yəni, dövrün acınacaqlı vəziyyətini Cəlil Məmmədquluzadə veribdir. Daha sonra ikinci bir bizə inşa verilibdir. Qurbanəli bəyin gülüş obyektinə çevrilməsinin səbəbini nədə görürəm? Bu inşanı necə verə bilərik? Qurbanəli bəyin deməli öz davranışı, nitqi ilə gülünc vəziyyət yaradır. Onun belə davranması özünə olan deməli inamsızlığından irəli gəlir. Özünü digərlərindən aşağı görməsindən irəli gəlir. Onun üçün deməli, vəzifə sahiblərinin sözü çox qiymətlidir. Öz sözünə, özünə deməli, dəyər vermir. Onların sözlərinə dəyər verir. Amma özünə dəyər vermir bu insan. Onların sözü daha dəyərlidir. Ona görə də gülünc vəziyyətə düşür. Qonaqlara, Rus xanımlarına xoş gəlsin deyə boş boğazlıq edir. Özünü yüngül təbiətlə aparır. Özünü və nökərlərini deməli, təhqir eləyir. Yeri gələndə özünə də qurumsaq deyir. Nökərinə də deyir, sonra bir qeyrətli deyir Kəblə Qasıma və əsərin sonunda deməli
sözünün üstündə dayana bilmədiyi üçün daha da gülünc bir vəziyyətə düşür və əsər deməli gözlənilməz şəkildə bitdiyi üçün də novella adlanır. O vəziyyətə düşməsinin səbəbi əslində nə idi? Özünə inanmamağı idi. Özünə inanmamağı. Bu qədər Qurbanəli bəyin tapşırıqlarını demək olar ki, sonlandırdıq. Amma Qurbanəli bəy hekayəsi haqqında bir neçə məlumat verim sizə ki, yəni əsərdə milli kimlik, şəxsiyyət hissi, itirmiş insanlar artıq gülünc vəziyyətə düşmələri göstərilir və onlar aşılanıb. Müəllif o fikri bizə burada aşlayıbdır. Yaltaqlığı deməli kimə yaltaqlanır o? Mixail Pavloviçə deyir ki, sizdən əvvəl o qədər pristavlar gəlib ki, heç birini Mixail Pavloviç qədər istəməmişəm. Görürsünüz, burada bir yaltaqlıq var, nitqi var, sonra deyir, mənə bir tula bağışlamışdım. Sonra burada düşə bilər ki, əsərdə onun deməli, Gülpəri kim idi? Gülpəri Qurbanəli bəyin evində bir qulluqçu idi. O Gülpəri soruşur ki, ağa nə gec gəldin? Deməli, xanımın səndən nigaran qaldı. Deyir ki, Gülpəriyə nə deyir? Deyir, bu xəncəri soxaram sənin qarnına. Sonra gələn qonaqları görən kim olur? Təbii ki, Əli olur, tut ağacına çıxır. Əli görür və deməli, amma tanıyan kim olur? Əri görsə də qonaqları tanıyan kim olur? Kəblə Qasım olur. Çünki Kəblə Qasım onları görmüşdü. Deməli, bunu kim deyir? Kəblə Qasım deyir ki, boy xanım deyir, bunlar dünənki qonaqlardır ki, niyə bura gəlib ki? Sonra Kərbəlayı Qasım deyir ki, mən bilmirəm. Özü deyir, sonra da özü də deyir ki, bilmirəm deyir. O xanım soruşanda ki, onlar niyə gəliblər? O deyir ki, mən bilmirəm bunları. Daha sonra kim görür naçalnik, deməli, axurda kim görür birinci Qurbanəli bəyi birinci axurda kim görür? Təbii ki, naçalnik görür. Deməli, niyə düşüb denən axura gelirsən, ay Qurbanəli bəy, gizlənmək istəyirsən, gizlən elə otağında da qalmışsan orada. Sonra burada məclisə birinci kim gəlir? Özgə mahalın pristavı gəlir. İkinci kim gəlir? Özgə mahalın kazakı gəlir. Üçüncü kim gəlir? Qurbanəli bəy Qafazlı kəndindən gəlir. Əsər deməli epik növdə yazılıbdır, hekayə janrında yazılıbdır və hekayənin novella formasında yazılıbdır. Yadınızda qalsın, novella formasında yazılıbdır. Hadisələrin təsvirində təhkiyə üsulundan istifadə olunubdur və necə hekayədir? Satirik bir hekayədir. Yadınızda qalsın, satirik hekayədir və təhkiyə üsulundan istifadə olunubdur. Qurbanəli bəy necə obrazdır? Satirik obrazdır. Əsərdə humoristik yox, satirik gülüş hədəfi kimi verilibdir və tipik bir mülkədar obrazı yaratmışdı. Və yadda qalır nə ilə? Öz boşboğazlığı ilə, öz davranışları ilə, öz yaltaqlığı ilə yadda qalır və ağalara qarşı itaətkardır, yaltaqdır, amma tabeliyində olanlara, kənddəki insanlara, yəni öz ailəsindəki nökərlərə, onlara qarşı, eləcə də ailəsinə, hətta xanımına qarşı belə sərt bir obrazdır. Boşboğazdır, sözünün üstündə dayana bilməyən bir obrazdır. Qonaqlıqda da heç kəs onun davranışı və fikirlərini bəyənmir. Sadəcə elə qonaqlar ona baxır və gülürlər. İstehzalı gülüş yaranır. Yəni burada bir kinayə var. Yadınızda qalsın, bu qədər Qurbanəli bəyin tapşırıqları və Qurbanəli bəy haqqında da sizə yetəri qədər məlumatlar verdim hekayə haqqında. Videonu bəyənirsinizsə təbii ki, bəyənməyi yaddan çıxartmayın və paylaşın ki, əhatə dairəmiz çoxalsın. İstədiyiniz bütün hər hansı bir mövzunu, hər hansı bir mövzudan nəyi istəyirsinizsə, bütün mövzular haqqında məlumat verməyə sizə hazıram. İstədiklərinizi aşağıda qeyd edə bilərsiniz və mən də sizin üçün o materialı hazırlayaram. Bu qədər, sağ olun. Videonu bəyəndinizsə bəyənməyi yaddan çıxartmayın.